Salam, hər vaxtınız xeyir olsun. Əziz və dəyərli izləyicilərimiz, burada sizinlə salamlaşmağımın bir məqsədi var deyəcəm sizə. Mən sizlərə indi hal-hazırda bir dəbdəbəli villa təqdim edəcəm. 11 sotun içərisində inşa olunub, 2 mərtəbəli, çox möhtəşəm bir villadır. Yəni, böyük bir ev, böyük bir villa istəyən müştərilərimiz üçün. Burada dayanmağımın, başlamağımın da səbəbini deyim. Mən sizlərə göstərmək istəyirəm harda yox və villa harda yerləşir. Villa yerləşir Buzovna, Mərdəkan şosesi, Dalğa Beach, Dalğa Arena. O stadionun adı nədir? Adı dəyişiblər deyəsən indi. Bilmirəm, əvvəl Dalğalı. Mərdi Məkan yaşayış kompleksi tikilir. Böyük bir yaşayış kompleksi. Orada göstərdiyim yerdə Nəlbəki restoranı, İvan Rosso'dur, deyəsən Rus restoranıdır. Oradadır. Onun yanında Rahat marketdir. Üzü bu tərəfə gedirsən, mənimlə üzbəüz dükan restoranıdır, KFC-dir, sonra bizim ofisdir, Elmir Əmlak, kofe bağdır. Baxın, bu mərkəzi yolun, demək olar ki, buradan yol görsənir. Mərkəzi yoldan bura 100 metrlik məsafə. 11 sot, 2 mərtəbə. İndi isə gedək, düşək həyətə, düz həyətin kənarından evin bura qədər, 2-ci mərtəbəsinə qədər sizlərə hər bir şeyi təqdim edeyim. Onu da deyim ki, bu evin içərisindəki bütün çılçıraqlar hamısı Ramal qardaşımızdandır. Sədərək 17-ci sıra lider aydınlatmadan. Onları da bir-bir sizlərə göstərəcəm. Gedək. Evin, villanın ən üstün cəhətlərindən biri yerləşmə yeridir. İkincisi keyfiyyətdir. Üçüncüsü də həyət çox zövqlü bölüşdürülüb. Torpaq ölçüləri uyğun olduğu üçün çox gözəl bölüşmə olub. Asfalt küçədir, bir daha söyləyirəm. Mərdəkan Buzovna şosesindən 100 metrlik məsafədə. 11 sot. Avtomatik olaraq bu itla təchiz olunmuş 2 maşınlı qaraj. Hansı ki, üstü bağlı, yanları bağlı. Ön hissəsi, həyətə baxan hissəsi açıq tərəf. 2 maşın rahat dayana bilər. Küçədə geniş, böyük bir küçəsi var. Küçədə də maşın saxlaya bilərsiniz. Əlavə olaraq həyətə, maşallah, neçə dənə siz maşın yerləşdirə bilərsiniz. Ondan sonra keçirik. Sol tərəfdə ümumi giriş hissənə evlə üzbəüz evin möhtəşəmliyinə baxın. 2 mərtəbə. Deyəcəm, yenə də deyəcəm. Ramalın çılçırağına var, tam mərkəzdən sallanıb. Lideri aydınlatmanın. Gör nə gözəl görünür. Üzbəüz, yanları açıq, üstü yelkənlərlə bağlı bir söhbətgah var, oturma alanı var. Burada həyətdə manqal inşa olunmayıb, amma ən keyfiyyətli, ən qalın, ən gözəl barbekü aparatı alınıb qoyulub. Ev var. Bu firmada gözəl firmadır. Qardaşlara təşəkkür edirəm buradan. Allah canlarını sağ eləsin. Burada qazan yeməkləri pişirmək üçün, burada kabab falan, orada samavar da alınıb qoyulub. Sonra keçirik. Üzbəüzdə yayqış mətbəxi var. Yan hissələri və ön hissəsi bağlıdır. Cam balkondan. Mətbəx mebeli yığılıb. 12 nəfərlik yemək masası tam mərkəzdə, qaz sobası və daxilində sanitar qovşağı mövcuddur. Həyət üçün nəzərdə tutulmuş. Bu daşdan, keramogranitdən çox xoşum gəlir. Rəng qəşəngdir. Ondan əlavə olaraq burada da oturma alanı var. 4 nəfərlik və yaxud da gələcəkdə 5 nəfər, nerede oynamaq üçün falan, özün açıq həyətdə burada oturma alanı ayrıca yerləşdirilib. Landşaft maşallah görürsünüz, çox gözəl, qəşəng landşaftı var. Torpağın da evində kubçası var. Qiyməti zaten ilk öncə sizə demişdim. Aşma gözəl, geniş 5 metrənin 12 metrəyə olan filtrli aşma, bir daha söyləyirəm, hovuzu yerləşir. Hovuzun baş hissəsində həyətin, hovuzun motorxanası, su ambarı, 2 dənə yanbayan qoşa şezlong. Bura qonaq otağıdır. Qonaq otağın qarşısında da yenə də belə bir veranda var. Daxilində stul, kreslolar hamısı qoyulub. Elvin, bir dənə zəhmət olmasa xahiş edirəm. Buradan düş, belə evin ətrafını fırlan, gəl oradan mətbəxin qarşısında göstərim.
Yorulmayasan Elvin. Bu da mətbəxin qarşısında olan veranda. Burada da hər şey var. Qalxa bilərsən? Buradan. Bax, qalxa bilsin əgər. Gəl buradan. Buradan da bir dənə həyəti göstər. Buradan da birbaşa keçək. Fasadda, sonra fasadın özündə, eyvanlarda bəzi işıqlandırmalar var. Onlar sensorla yanıb sönür, havanın qaralıb açılması ilə əlaqəli olaraq. Ona görə o işıqları yandıra bilmədik. İnşallah ki, gecə görüntüsü buranın çox möhtəşəmdir. Görmüşəm mən, çox qəşəngdir. Kim alacaqsa Allah xeyir versin, keçək evin daxilinə. Bu möhtəşəmliyi görsən, iki tərəfdən eyvan, bir sağdan, bir soldan ikinci mərtəbəyə qalxan eyvan. Hündür tavan, tavanlarda, otaqlarda asılan çılçıraqlar, gözəllik verir. Ramal səs, salamlayıram buradan. Geniş, böyük bir dəhliz, sağ tərəfə keçirəm. Mətbəx otağı, mətbəx otağının tam mərkəzində ada, mətbəx mebeli yığılıb, mətbəx otağının daxilində çamaşırxana və evin texniki otağı. Evin arxasında söfürlandığın hamısını görüblər, oradan da giriş-çıxış var bura. Geniş, böyük, 60 kvadratlıq qonaq otağı, ev bütöv olaraq isti döşəməklə təmir olunub. Ev sahibinə və burada əziyyəti olan hər bir kəsə təşəkkür edirəm. Bu gözəlliyi tikib bizlərə təqdim etdiyiniz üçün. İnşallah kim alacaqsa onlara da Allah xeyir versin. Birinci mərtəbədə yerləşən birinci yataq otağı, 18 kvadrat və birinci mərtəbənin sanitar qovşağı. İndi isə qalxırıq biz ikinci mərtəbəyə. İkinci mərtəbədə sizlərə otaqları, eyvanları bir daha təqdim edəcəm. İstəyən Elvin sən orayla qalx, mən də burayla. Biraz pilləkənlər dikdir, amma çox rahatdır. Yormur adamı. Qəşəngdir. Bunun özünün gözəlliyi başqadır da. Çox gözəl görünür. Bax, buradan görüntü özü də bir şeydir. Bura Allah Taala tezlikcə kim alacaqsa bir toy qismət eləsin. Bu evdə toy keçisinlər. Gəlinlə bəy düşsün burada. Həyətdən vağzalı səsi gəlsin. Gəl Elvin. Mən hansı ki sizi bu eyvandan salamlamışdım. İlk öncə yataq otağının qarşısında olan eyvan. Daxilində qardirob, böyük bir qardirob otağı var və sanitar qovşağı mövcuddur, özünün. Qardirob otağı çox böyükdür, gözəldir. İkinci mərtəbənin dəhliz boyu gedirik. Üzbə-üzdə üçüncü yataq otağı və buranın da özünün eyvanı var. Geniş, böyük bir eyvanı var. Geniş və böyük bir eyvanı var. Daxilində sanitar qovşağı mövcuddur. Bir daha söyləyirəm, yerləşmə yerin bütün məlumatları vermişəm, qiymət 1.290.000 manatdır. Dördüncü yataq otağı. Tam mərkəzdə yerləşən ümumi sanitar qovşağı. Və sonuncu, 5-ci yataq otağı. Yataq otağının arxasına, arxa hissəyə baxan, qonşuların həyəti çox gözəl görünür. Bizi baxmaq da olsa da olmasa da eyvanı var, kiçik bir eyvanı var.
Dəyərli izləyicilərimiz, bir daha sizə məlumat verim. Ev 11 sotun içərisində inşa olunub. 2 mərtəbə möhtəşəm bir layihədir. Qiyməti də söyləmişəm, hər bir məlumatı vermişəm. Sizləri bu həyətdə gözləmək şərti ilə sizdən bugün ayrılıram. Şərt qoymuram ha, sadəcə sabah 21:00-da sizinlə yenidən görüşmək ümidlə ayrılıram. Təşəkkür edirəm sizə, çox sağ olun, minnətdarım.